Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugün olduqca önəmli bir mövzudan danışacağıq. Hansı ki, gündəlik özümüzün və ya ətrafımızda olan insanların bəlkə də bir çox hallarda çətinlik çəkdiyi bir məsələdən, qida təhlükəsizliyindən danışacağıq. Çox eşidirik biz, ətrafımızdan və ya özümüzdə rastlaşırıq. Hansısa restoranda, kafedə yemək yedik və sonra narahatlıqlar yarandı və yaxud da evimizə aldığımız ərzaqda hər hansı problemlər yarandı. Bəs bunlar nə üçün yaranır? Nəzarət mexanizmi necədir bu proseslərə? Mövzu ilə bağlı müzakirəmizi qonağımız Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Vasif Oruzovla aparacağıq. Vasif müəllim, xoş gördük studiyamızda. Çox sağ olun Nicat müəllim. Mən də öz növbəmdə tamaşaçıları salamlayıram və bu vacib məsələyə vaxt ayırdığınız üçün sizə və Naxçıvan Televiziyasının bütün kollektivinə minnətdarlığımı bildirirəm. Vasif müəllim, Qida Təhlükəsizliyi Agentliyi Naxçıvanda artıq fəaliyyətini tam təmin edir, uzun müddətdir ki, mən istərdim qeyd eləyəsiniz, ötən dövrdə hansı işlər aparılıb bu istiqamətdə və qida təhlükəsizliyinə nəzarət mexanizmləri necə qurulub? Ən ilkin olaraq istəyirəm Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti və ölkədə hansı dövrdən, eyni zamanda Muxtar Respublikada hansı dövrdən bu fəaliyyətə başlaması barədə ilkin olaraq danışım. Bildiyimiz kimi Azərbaycan Respublikasında ümumilikdə qida təhlükəsizliyi nəzarət sistemləri vahid strukturda 2017-ci ildən etibarən formalaşdırılaraq 2017-ci ildə demək olar ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsi və strukturu təsdiq olunub və 2017-ci ildən etibarən əsas fəaliyyət 2018-dən etibarən Azərbaycanda qida təhlükəsizliyi sistemi vahid struktur olaraq formalaşdırıldı və bu fəaliyyəti, dövlətin bu istiqamətdə siyasətini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirməyə başladı və bu gün də bu fəaliyyət davam etdirilir. Lakin Naxçıvan Muxtar Respublikasında isə bu sistem, qida təhlükəsizliyi sisteminin vahid strukturda formalaşdırılması 2023-cü ilin sonlarında və 2024-cü ilin əvvəllərindən başladı. Belə ki, 2023-cü ilin sonlarında Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradıldı və 2024-cü ilin əvvəllərindən funksional fəaliyyətə başladı. Və ilkin mərhələdə təbii ki, əvvəllər Muxtar Respublikada bu cür strukturun olmaması və qida təhlükəsizliyi sisteminin ümumilikdə vahid strukturda olmaması ilkin mərhələdə müəyyən mənada çətinliklər yaratdı. Lakin bunlara baxmayaraq qısa müddətdə elə 2024-cü ilin birinci yarısında artıq Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti demək olar ki, təmin olundu. İlkin mərhələdə təbii ki, maddi texniki baza, strukturun formalaşdırılması, kadr seçimi və digər məsələlər, sonra isə paralel olaraq funksional fəaliyyətin həyata keçirilməsi istiqamətində işlərə başlanıldı. Və bununla da demək olar ki, qida təhlükəsizliyi sahəsində aparılan dövlət siyasəti Muxtar Respublikada demək olar ki, ölkədə aparılan siyasətə tam şəkildə uyğunlaşdırıldı və sahənin qanunvericiliyinə uyğun olaraq fəaliyyətə başladı. Və ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təbii ki, analoji quruma inteqrasiya məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əlaqələr, qarşılıqlı izamlar və qarşılıqlı təcrübə mübadilələri apardı və bununla da artıq agentliyin fəaliyyətində demək olar o sadaladığım bəzi çətinliklər, problemlər qısa müddətdə öz həllini tapdı. Agentliyin ümumilikdə fəaliyyət istiqamətləri barədə mən istəyərdim ki, tamaşaçılara izah eləyim. Agentliyin fəaliyyət istiqamətləri əsasən əsas fəaliyyət istiqamətləri qida təhlükəsizliyi sahəsində reyestr yaratmaq, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən obyektlərin və ya subyektlərin qeydiyyata alınması və təsdiq olunması, eyni zamanda qida zəncirinin bütün mərhələlərini əhatə edən nəzarət tədbirləri, bura təbii ki, ixal-ixrac da daxili, ixal-ixraca birbaşa nəzarət, eyni zamanda fitosanitar və baytarlıq sahəsində dövlət nəzarət tədbirlərinin aparılması və bu sadalanan sahələrdə istehlakçı hüquqlarının müdafiəsindən ibarətdir. Və fəaliyyət istiqamətlərini sadaladıqda burada söhbət birinci qida təhlükəsizliyi reyestrindən gedir, hansı ki, agentlik tərəfindən ilkin olaraq bu fəaliyyətə başlanıldı və artıq Muxtar Respublikada 2000-ə yaxın qida obyekti və subyekti dövlət reyestrinə alınmışdır və bildiyimiz kimi qida təhlükəsizliyi haqqında qanun əsasən
bu sahədə çalışan obyektlərin və subyektlərin qeydiyyata alınmadan və ya təsdiq olunmadan fəaliyyəti qadağandır. Növbəti mərhələlərdə artıq ixrac əməliyyatlarına, qida zəncirinin bütün mərhələlərində dövlət nəzarət tədbirlərinə başlanıldı və qeyd edim ki, bunların ən vacibi ixrac əməliyyatlarıdır ki, artıq ixal əməliyyatları, eyni zamanda ixrac əməliyyatları agentliyin verdiyi icazə sənədləri əsasında və birbaşa agentliyin nəzarətində artıq həyata keçirilir. Bu da tam elektronlaşmış bir xidmətdir. Avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi vasitəsilə sahibkarlar agentliyə müraciət edir. İdxal zamanı risk əsaslı yanaşma ilə məhsullardan nümunələr götürülür, laboratoriya analizlərinə cəlb olunur və laboratoriya analizlərinin təbii ki, nəticəsinə uyğun olaraq satışına icazə verilir və ya satışı qadağan edilir. Eyni zamanda ixrac əməliyyatları Qida Təhlükəsizliyi Agentliyinin birbaşa nəzarətindədir. Bu da eyni zamanda idxalçı ölkənin tələblərinə uyğun olaraq məhsullardan nümunə götürülərək və idxalçı ölkənin tələblərinə uyğun icazə sənədləri verilərək həyata keçirilir və paralel olaraq fitosanitar baytarlıq nəzarətində olan güclərə eyni zamanda idxal və ixrac prosedurları eyni mexanizm ilə tətbiq olunur. Digər sayı isə qeyd etdim ki, qida zəncirinin bütün mərhələlərini, digər bütün mərhələlərini əhatə edən dövlət nəzarət tədbirləridir ki, bunlar da agentlik tərəfindən mütəmadi olaraq həyata keçirilir. Vasim əmi, qeyd elədiyiniz istiqamətlər çox geniş bir sahəni əhatə eləyir. Alıcıdan, satıcıdan, biznesmendən, gömrükçüdən və digər hər kəsi maraqlandıran məsələdir. Hansı ki, biznesmenləri maraqlandıran məsələdir. Eyni zamanda gündəlik istehlakçıları maraqlandıran məsələdir. Bugünə qədər bir çox monitorinq və yoxlamalar həyata keçirilibdir və bugünə qədər aşkarlanmış ən önəmli detallar nələrdir və həlli istiqamətində Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi hansı təklifləri verib? Çox yaxşı bir məqama toxundunuz Nicat müəllim. Təbii ki, bu dövlət nəzarət tədbirləri bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir və ötən dövr ərzində mətbuatdan da izlədiyiniz kimi və eyni zamanda agentliyin sosial şəbəkələrində paylaşdırılan məlumatlara da əsasən biz deyə bilərik ki, ötən dövr ərzində ümumi nəzarət tədbirləri zamanı bir çox ciddi problemlərlə qarşılaşmışıq. Bu ilkin mərhələdə daha çox idi və agentliyin təbii ki, apardığı məqsədyönlü o tədbirlər nəticəsində zaman-zaman bu nöqsanların, çatışmazlıqların minimuma endirilməsi hədəf olaraq müəyyənləşdirildi və ilk olaraq mən qeyd edeyim ki, Qida Təhlükəsizliyi Agentliyi yarandıqda biz ilkin mərhələdə prioritet olaraq maarifləndirmə istiqamətini götürdük və maarifləndirmə bütün qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən obyektlərin subyektlərin məlumatlandırıldıqdan sonra artıq biz növbəti mərhələ nəzarət tədbirləri, yoxlamalar və s. həyata keçirməyə başladıq və ötən il ərzində agentlik tərəfindən ümumilikdə 2200-ə yaxın nəzarət tədbirləri həyata keçirilmişdir. O cümlədən 127 planlı və plandan kənar yoxlamalar və bu yoxlamalar zamanı da həqiqətən çox ciddi nöqsanlar aşkar olunubdur. Bu nöqsanları əsasən biz qruplaşdırsaq, böyük əksəriyyəti demək olar ki, ictimai yaşayış müəssisələrində aşkar olunmuş nöqsanlar olubdur və ictimai yaşayış müəssisələrində aşkarlanmış nöqsanların isə böyük əksəriyyəti demək olar ki, mən təəssüf ilə qeyd edə bilərəm ki, burada sanitar gigiyenik qaydaların pozulması, işçilərin tibbi müayinələrə cəlb olunmaması, istehlak müddəti, istifadə müddəti bitmiş məhsulların istifadəsi və s. bu kimi problemlərlə daha çox qarşılaşdıq. Çox önəmli bir məsələyə toxundunuz, Vasim əmi. Bu, ən çox ictimai yaşayışda rastlanılır və hər birimiz bugün övladlarımız ictimai yaşayış obyektlərindən istifadə edirik və hər hansı bir yoluxucu xəstəliyə yoluxmuş şəxs orada fəaliyyət göstərirsə, bu orada yemək yeyən və yaxud da çay içən və digər xidmətlərdən istifadə edən hər kəsin yoluxmağı deməkdir. Necə ciddi məsələ olduğunu, yəni bunu hər birimiz dərk eləməliyik. Biz toplum olaraq bunu qəbul eləməliyik və bilməliyik ki, bu şəkildə davranmaq olmaz və bu sahədə baş verən nöqsanların qətiyyən bağışlanılmasına yol vermək olmaz. Çünki bu birbaşa hər birimizin ailəsinə sirayət eləyəcək bir məsələdir. Buyurun. Əlbəttə ki, düz qeyd edirsiniz. Bu baxımdan da məsələ qanunvericilikdə bu sahədə birbaşa qida ilə təmasda
olan şəxslərin məcburi tibbi müayinələrə cəlb olunması, burada da müəyyən olunub ki, hansı xəstəliklər üzrə tibbi müayinələrə cəlb olunmalıdır və bu agentliyin nəzarət tədbirləri zamanı xüsusilə diqqətdə saxladığı məsələlərdən biridir. O çox təəssüf olsun, yenə də qeyd edirəm, bu vəziyyətdə çoxlu, bu məsələ ilə bağlı çoxlu çatışmazlıqlar aşkar olunur və əlbəttə ki, bu çatışmazlıqlar eyni zamanda təkrar monitorinqlər zamanında aradan qaldırılıb-qaldırılmadığı diqqətdə saxlanılır. Buna sonradan təqib deyirik, sonradan təqib olunur və yoxlama nəzarət tədbirləri bitdikdən sonra təbii ki, biz bunun tərəfdarı deyilik ki, intizam tənbih tədbirləri görülsün. Bu məqsədlə də məhz ilk olaraq biz maarifləndirmədən başlamışdıq. Lakin artıq bu hallar təkrar olunduğunu nəzərə alaraq bir çox hallarda inzibati tənbih tədbirləri görülüb və İnzibati Xətalar Məcəlləsinə görə cərimələr tətbiq olunubdur. Bu təkcə keçən il ərzində agentlik tərəfindən 115 inzibati tənbih tədbiri haqqında qərar qəbul edilib və İnzibati Xətalar Məcəlləsinə görə cərimələr müəyyənləşdirilibdir. Və qeyd etdiyim kimi nəzarət tədbirləri zamanı digər sahələrdə, təkcə ictimai yaşa deyil, eyni zamanda istehsal, dövriyyə, satış, pərakəndə və toptan satış müəssisələrində də bəzi nöqsanlar aşkar olunur və bu nöqsanların aşkarlandıqda, yəni qeyd edirəm, qanunvericiliyə uyğun olaraq inzibati tənbih tədbirləri görülür. Bu, ticarət obyektlərində daha çox istifadə müddəti bitmiş məhsulların satışı ilə bağlıdır. Yenə orada tibbi müayinə cəlb olunma məsələləri var və digər nöqsanlar da artıq müəyyən kiçik faizlər təşkil edir ki, mən daha çox rastlaşdığımız və daha çox problemli qeyd etdim sahələr. Və bu kiçik məsuliyyətsizliklər bəzən böyük nöqsanlara və insan səhhətinə zərər verəcək, hətta bəzən zəhərlənmədən ölümlərə gətirib çıxara bilər. Hansı ki, sadə bir vaxtı keçmiş qida kimi baxılır, məsələn, ticarət obyektində, amma bunun sonraki mərhələsi artıq qeyd etdiyim kimi insan ölümünə qədər gətirib çıxara bilər. İstehlakçı, istehsalçı, eyni zamanda ictimai yaşayış obyektlərində yeni yoxlama üsulları mövcuddurmu bugün əvvəlki illərə nisbətdə? Yeni yoxlama üsulları barədə danışda, biz təbii ki, bilirik ki, yoxlamalar aparılması Azərbaycanda qanunvericiliklə ilə tənzimlənir və bu qanunvericiliyin tələbləri əsasında agentlik tərəfindən yoxlamalar həyata keçirilir və yoxlamalar zamanı da siz o qeyd etdiyiniz məsələlər təbii ki, çox ciddi məsələlərdir və bu yekunda qida zəhərlənmələrinə gətirib çıxarır. Qida zəhərlənmələrindən danışdıqda qeyd etmək istəyirəm ki, bu da agentliyin bir fəaliyyət göstərdiyi bir istiqamətlərdən biridir və biz Səhiyyə Nazirliyi ilə birgə bu işi birgə aparırıq. Eyni zamanda bütün qida zəhərlənmələri barədə məlumatlar mütəmadi olaraq agentliyə ötürülür. Agentlikdə bununla bağlı operativ nəzarət qrupu yaradılıb. Günün 24 saatı onlar bu məlumatları alırlar və hər bir qida zəhərlənməsi agentlik tərəfindən araşdırılır. Bu, istər ictimai yaşam müəssisələrində olsun, istər məişət şəraitində yaranmış qida zəhərlənmələri ilə bağlıdır ki, biz bu sahədə də nəzarət tədbirlərimizi, maarifləndirmə tədbirlərimizi həyata keçiririk və qida zəhərlənmələri ilə bağlı biz mətbuatdan ötən dövrlərdə Naxçıvan Muxtar Respublikasında daha çox müşahidə etdik ki, xüsusən də dönərxanalarda qida zəhərlənmələri ilə bağlıların daha çox müşahidə edirdik. Bununla bağlı da yenə də agentlikdə xüsusi bir komissiya yaradıldı. Həmin komissiya bayram günləri, istirahət günləri də fəaliyyət göstərirdi növbəli olaraq. Çünki bayram günlərində biz müşahidə etdik ki, dönərxanalardan zəhərlənmələr daha çox olur. Çünki istehlak daha çox olur. Daha çox istehlak olur və nəticə etibarilə artıq biz apardığımız bu tədbirlərin nəticəsində deyə bilərik ki, bugün ötən illə müqayisədə, ötən dövrlə müqayisədə zəhərlənmələrin sayı, xüsusən də ictimai yaşam müəssisələrində zəhərlənmələrin sayı artıq minimuma endirilmişdir. Vasim müəllim, sadə bir qədər də səmimi bir sual vermək istəyirəm. Hansı ki, bugün ticarət obyektlərində satılan ən çox biz ərzaq rasionumuzda yağ üstünlüyü təşkil edir və digər kartof və digər məhsullar üstünlüyü təşkil edir. Bəs siz bugün
şəxsinizdə həmin ticarət obyektlərindən alınmış qidalardan istifadə edirsinizmi? Çünki yoxlama prosesini birbaşa siz aparırsınız. Bəs bu obyektlərdən alınmış qidalardan istifadə edə bilirsinizmi? Bu çox yaxşı bir sualdır və mən bu suala belə bir yanaşmadan istəyirəm cavab verim ki, ilkin olaraq yağ məhsullarına bağlı. Yağ məhsullarına bağlı qeyd edim ki, biz Muxtar Respublika demək olar ki, yağ məhsullarının böyük əksəriyyəti ixaldan asılıdır və ixal zamanı da birbaşa agentlik bütün məhsullara ixal zamanı nəzarət mexanizmi var, nəzarət aparır. Qeyd etdiyim kimi gələn ixal olunan məhsullardan nümunələr götürülür, laboratoriya analizləri aparılır. Lakin burada bir nüans var. Mən elə bu yağla bağlı danışmışkən onu qeyd etmək istəyirəm. Bilirsiniz ki, qanunvericiliyə uyğun olaraq 30 kiloya qədər məhsulun ölkəyə şəxsi istehlak üçün gətirilməsi qadağan deyil və bu bizim nəzarət mexanizmindən kənardır. Yəni bu şəxsi istehlak üçün nəzərdə tutulduğuna görə. Və ötən dövrlərdə biz müşahidə etdik ki, bazarda artıq bizim nəzarətimizdən kənar yağ məhsulu, hansı ki o saxlıvadi məhsulu zeytun yağı, markalı zeytun yağı məhsulu ixal olunurdu. Bu məhsul ixal olunurdu yox, daha doğrusu biz satışda müşahidə elədik ki, və bu bizim ixal nəzarətimizdən kənardadır. Və bu məsələ araşdırıldı. Deməli, məlum oldu ki, həmin o 30 kiloya qədər ixal üçün nəzərdə tutulmuş, o şəxsi istehlak üçün nəzərdə tutulmuş o deməli imtiyazdan istifadə eləyib bəzi sahibkarlar, xüsusi adamlar vasitəsilə onu xaricdən ölkəyə gətirir, nəzarətdən yayınır və o formada bazarda onların satışını həyata keçirirlər. Və bu bizim artıq hərəkətə keçirdi, məhsullardan nümunə götürdük, laboratoriya analizlərinə cəlb elədik və aydın oldu ki, ümumiyyətlə bu məhsulun tərkibi zeytun yağı ilə heç bir əlaqəsi yoxdur. Digər zərərli yağlardan ibarətdir və reydlər təşkil olundu agentlik tərəfindən. Satışda olan, ümumiyyətlə Muxtar Respublikanın bütün ticarət obyektlərinə baxış keçirildi və nə qədər satışda olan həmin yağlar var, hamısı yığıldı və məhv edildi. Digər məhsullar isə, kartof məhsulu, digər məhsullar, onların da aidiyyəti üzrə, dediyim kimi, ixal zamanı laborator müayinələri var, onlara cəlb olunur. Mən hesab eləyirəm ki, bu ixal zamanı ixal prosesindən keçən bütün məhsullar istifadə oluna bilər və burada heç bir problem yoxdur, çünki nəzarətdən kənarda qalmır. Rahatlıqla istifadə oluna bilər. Aydındır. Vasif müəllim, bəs bu geni dəyişdirilmiş qidalarla bağlı istərdim elə bir yarımbaşlıq ataq, hansı ki, bu istiqamətdə hansı addımlar atılırmı, önəmli bir irəliləyişlər varmı? Ümumiyyətlə, geni dəyişdirilmiş məhsullarla bağlı mən qeyd edeyim ki, o ölkə qanunvericiliyi qida məhsullarını birbaşa olaraq geni dəyişdirilmiş məhsullarının qadağan edilmişdir. Lakin burada geni dəyişdirilmiş məhsullara yalnız yem məhsullarının tərkibində icazə verilir. Lakin bu da bir mənalı şəkildə icazə verilir kimi deyil. Qida təhlükəsizliyi haqqında Respublika qanununa əsasən o qeydiyyat tələb olunan məhsullar var ki, bunlardan da biri məhsul tərkibində geni dəyişdirilmiş məhsullar olan o yem məhsullardır ki, onlar ölkə səviyyəsində reyestr qeydiyyatı aparılır və yalnız yem məhsullarının tərkibində qeydiyyatda olan məhsulların idxalı şərti ilə yem məhsulunun tərkibində icazə verilir. Və biz ata-babadan belə eşitmişik ki, qurdu olmayan almanı yeməyin. Amma bu gün bazarda da bütün almalar qursuzdur. Nəticə etibarilə nəzarət mexanizmləri bilmirəm hansı formada işləyir, amma nəticə etibarilə biz geni dəyişdirilmiş qidalara, ümumiyyətlə saxlama müddətinin uzadılması üçün vurulan maddələrə maksimum dərəcədə diqqət etməliyik ki, bu az öncə qeyd elədim, hər birimizin evinə qədər sirayət eləyə bilir. Və ötən dövrdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Vasif müəllim hüquqi aktlar qəbul olunur və bu istiqamətdə son günlərdə ciddi işlər aparılıbdır. Hansı ki, bu istiqamətdə qəbul olunan aktlar Naxçıvan Muxtar Respublikasında hansı hüquqi boşluğu dolduracaq? Ümumiyyətlə, ötən illər ərzində təbii ki, qeyd etdiyim kimi bu qida təhlükəsizliyi sistemi vahid strukturda yeni formalaşdığı üçün təbii ki, burada müəyyən boşluqlar vardı və bu
boşluqların doldurulması, müasir tələblərə cavab verən yeni bir sistemin qurulması zəruri hal almışdı ki, artıq bu da icra olundu və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən davamlı olaraq, praktiki olaraq aşkar olunmuş hər hansı bir boşluqlarla bağlı və qida təhlükəsinin konkret sahələri ilə bağlı normativ sənədlər qəbul olunur və bundan əlavə ümumilikdə qida təhlükəsizliyi haqqında qanun Azərbaycanda yeni qanundur və beynəlxalq təcrübəyə əsaslanan ən müasir çağırışlara cavab verən qanundur. Bununla yanaşı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin kollegiya qərarları ilə bir çox normativ sənədlər təsdiq olunmuşdur ki, onlar da artıq dövlət qeydiyyatından keçmişdir. Məsələn, bunlara misal olaraq çörək və buğda ununa dair sanitar norma qaydalar, qida əlavələrinə dair sanitar norma qaydalar, yem əlavələrinə dair sanitar norma qaydalar, təbii mineral suya dair sanitar norma və qaydalar. Eyni zamanda bayaq qeyd etdiyimiz ən ciddi məsələlərdən biri, daha çox problem yaşanılan biri dönərin emalı, dövriyyəsi, istehlakı ilə bağlı sanitar norma və qaydalar, eyni zamanda heyvan bazarlarına dair baytarlıq sanitar normaları və qaydaları bu kimi normativ sənədlər qəbul olunub, hansı ki, bu sənədlər konkret olaraq sahənin bütün tələblərini özündə ehtiva edən bir sənədlərdir ki, əvvəllər konkret bu cür normativ sənədlər qəbul olunmamışdır. Misal olaraq yenə deyirəm, dönərin emalı, dövriyyəsi və satışı, istehlakı ilə bağlı sanitar norma qaydalara nəzər salsaq, görərik ki, burada artıq dönərin, çiğ dönər ətinin emalından tutmuş, istehlakçıya çatdırılana qədər dövriyyəsi, satışı, istehlak şərtləri daxil olmaqla bütün şərtləri özündə cəmləşdirən bir normativ sənəddir. Eyni zamanda bunu çörəklə, buğda unu ilə bağlı, qida əlavələri, yem əlavələri ilə bağlı qəbul olunmuş sanitar norma qaydaları da şamil etmək olar ki, bunlar da təbii ki, Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fəaliyyəti zamanı bu qanunvericilik aktlarının birbaşa üstün mövqe kimi və eyni zamanda əsas qanunvericilik aktı kimi qəbul olunur və icrası təmin olunur. Bu gün qeyd edirik biz qanunvericilik istiqamətində, digər tərəfdə də infrastruktur məsələləri dayanır. Hansı ki, bu gün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyaları mövcuddur və müasir infrastruktur var orada. Bu istiqamətdə hansısa yeniliklər varmı və yaxud da ki, həmin infrastrukturdan istifadə edərək daha nələr etmək olar? Laboratoriyalardan danışdıqda mən qeyd etmək istəyirəm ki, laboratoriyalar qida təhlükəsizliyi sisteminin elə bir vacib elementidir ki, bu laboratoriyalarsız qida təhlükəsizliyi sistemini təsəvvür etmək mümkün deyil. Çünki istənilən dövlət nəzarət tədbiri, istənilən hər hansı bir ümumi nəzarət tədbirlərinin son nəticədə laboratoriyaların analizləri ilə biz son nəticədə sözümüzü deyirik. Yəni, laboratoriya analizi olmadan heç bir nəzarət tədbirindən danışmaq olmaz. Və mən ilkin olaraq istəyirəm qida təhlükəsizliyinin Naxçıvanda laboratoriyalarının ilkin vəziyyəti, sonraki vəziyyəti barədə danışım. Əvvəllər bilirsiniz ki, ümumiyyətlə laboratoriyalar müxtəlif orqanlarda cəmlənmişdi. Məsələn, İqtisadiyyat Nazirliyinin tərkibində istehlak malların ekspertizası mərkəzi MMC var idi və onun tərkibində qida sınaq laboratoriyası var idi. Sonra ləğv edilmiş Dövlət Baytarlıq Xidmətinin tərkibində baytarlıq laboratoriyaları var idi. Və Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra artıq bu laboratoriyaların bütün maddi-texniki baza, infrastruktur agentliyin balansına verildi və laboratoriyalar fəaliyyətə başladı. Agentlik yaradılandan sonra onunla qeyd edim ki, Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu agentliyin tabeliyində Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs yaradıldı və həmin institutun tərkibində laboratoriyalar mərkəzi yaradıldı ki, həmin maddi-texniki bazalar, infrastrukturlar cəmləşərək institutun balansına verildi və fəaliyyətə başladı. Hazırda Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun tərkibində qida sınaq laboratoriyası, baytarlıq laboratoriyası və fitosanitar laboratoriya fəaliyyət göstərir. Ki, mən bunların fəaliyyəti ilə bağlı ötən il ərzində qeyd edirəm ki, hardasa 3500 nümunə üzərindən 7000-ə yaxın analiz aparılmışdı. Təbii ki, bu fərdi sahibkarların özlərinin müraciəti olurmu, Vasif müəllim? Təbii ki, bu fərdi sahibkarlar ən çox da istehsal sahəsində fəaliyyət göstərən sahibkarlar öz məhsulunun bəzən
keyfiyyətlə əmin olmaq üçün müraciət edirlər. Bəli, laboratoriya analizlər aparılır. Düzdür, bəzi istehsal sahələri var ki, onların primitiv qaydada olsa da laboratoriyaları var, amma daha geniş, daha çox göstəricilər üzrə analizlər üçün agentliyə müraciət olunur. Və laboratoriyalarla bağlı mən qeyd edeyim ki, amma bu dəyişən bir inkişaf edən dövrdə yaşadığımız üçün daima laboratoriyaların yenilənməsinə ehtiyacı var. Biz Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun tərkibində laboratoriyalar formalaşdırarkən ilkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ilə əlaqələr qurduq və o mütəxəssislər dəvət elədik. O əvvəllər mövcud olan maddi-texniki baza bəzən laboratoriyalarda tam şəkildə, geniş formada analizlərin aparılmasına imkan vermirdi. Zəruri ehtiyaclar var idi ki, əlavə avadanlıqların, cihazların alınmasına və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun da mütəxəssislərinin dəstəyi ilə biz ilkin olaraq müəyyənləşdirdik ki, hansı daha zəruri cihaz və avadanlıqlar bizə daha lazımdır. Ötən dövr ərzində bu avadanlıqların bir qismi satın alınaraq artıq Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının istifadəsinə verilmişdir. Lakin yenə də mən qeyd edim ki, hələ nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılması fonunda ölkəyə ixal Türkiyədən və Türkiyə üzərindən Avropa ölkələrindən ölkəyə ixal olunan məhsullar artıq Naxçıvan Muxtar Respublikası sərhəd kömürlü keçid məntəqələri vasitəsilə ixal olunacaqdır. Bu halda laboratoriyaların daha geniş fəaliyyətinə ehtiyac yaranacaq ki, bu da diqqətdən kənarda qalmayıb və Naxçıvanın sosial-iqtisadi inkişafına hədəflənmiş önəmli sənəd olan Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə dövlət proqramında bir tədbir nəzərdə tutulmuşdur. Burada Muxtar Respublikada laboratoriyalar sisteminin yaradılmasıdır ki, bu tədbirin icrası ilə bağlı agentlik tərəfindən işlər aparılır. Artıq biz 3 mərtəbəli və zirzəmili bir laboratoriya binasının inşası ilə bağlı işlərə başlamışıq. Layihələndirmə işləri artıq demək olar ki, yekunlaşır və 2026-cı ilin, cari ilin ikinci yarısından etibarən laboratoriyanın tikilməsinə başlanılması planlaşdırılır. Eyni zamanda dövlət proqramı nəzərdə tutulan həmin tədbir çərçivəsində laboratoriyalara ən müasir cihazların və avadanlıqların alınması da nəzərdə tutulmuşdur ki, yeni tikiləcək laboratoriya artıq müasir akkreditasiya, beynəlxalq akkreditasiya tələblərinə cavab verəcəkdir və bu da təbii ki, qida təhlükəsizliyi sisteminin daha da təkmilləşdirilməsi, gücləndirilməsi istiqamətində öz töhfəsini verəcək. İndi hazırda qeyd etdiyim kimi qida sınaq, baytarlıq və fitosanitar laboratoriya fəaliyyət göstərir. Lakin yeni inşa olunacaq binada isə artıq 4 istiqamət üzrə qeyd etdiyim qida, baytarlıq, fitosanitar və kompleks tədqiqatlar laboratoriyası fəaliyyət göstərəcək. Bu laboratoriyanın fəaliyyəti, yenə də qeyd edirəm, qida təhlükəsizliyi sisteminin qurulmasına böyük töhfə verəcək. Mən düşünürəm ki, bu ixraca da ciddi təsir eləyəcək. Çünki bəzi məhsullara məişət sertifikatlarının verilməsi və digər məsələlərdə önəmli rol oynayacaq. Təbii ki, inkişaf getdikcə artıq ixrac da stimullaşır. Bu beynəlxalq tələblər var ixraca görə, hansı ki, idxalçı ölkələr bəzən o tələbləri tələb olaraq qoyur ki, bu tələblər əsasında mənim ölkəmə mal deyək ki, gətirə bilərsiniz. Bu sistemin təkmilləşməsi əlbəttə ki, ölkədə ixracın stimullaşdırılmasına böyük dəstək olacaq. Sahibkarların öz məhsullarının ixrac etməsinə imkanlar yaradacaq. Vasim son olaraq istərdim qeyd eləyək, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin gələcək dövrdəki planları nədir? Əslində bir bölməsini qeyd etdiniz siz, hansı ki, burada digər məsələlər də vardı. Qida təhlükəsizliyinə təsir edən önəmli hansı planlamalar var? Burada təbii ki, qida təhlükəsizliyi dedikdə biz ümumilikdə tək nəzarət tədbirləri, qida sahəsini nəzərdə tutmuruq. Burada var əsas məsələlərdən biri baytarlıq və fitosanitar sahə. Baytarlıqla bağlı bir ara Vasim ciddi məsələlər paylaşılırdı sosial mediada, hansı ki, müəyyən xəstəliklərin yayılması ilə bağlı. Bugün vəziyyət necədir o sahədə?
Bəzən o məlumatlar qeyd etdim ki, rəsmi olmadığına görə inanmaq lazım deyil. Bəzən həqiqətən də fake məlumatlar daha çox yayılır. Amma baytarlıq nəzarəti agentliyin əsas fəaliyyət istiqamətlərindən biridir və bu kənarda qalmasın deyə mən bu gün elə baytarlıq sahəsində nəzarətdən də danışmaq istəyirəm. Bu illik epizodik tədbirlər planı təsdiq olunur. Bu epizodik tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi ilə eyni zamanda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılır və burada qanunvericiliklə müəyyən olunmuş xüsusi təhlükəli xəstəliklərin siyahısı var ki, o xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması nəzərdə tutulur bu tədbirlər planında və il ərzində həmin peyvəndləmə tədbirləri aparılır. Və mən heyvan xəstəliklərindən danışdıqda bir şey xüsusilə qeyd etmək istəyirəm ki, beynəlxalq araşdırmalar göstərir ki, insanların yoluxduğu xəstəliklərin 60% heyvan mənşəli xəstəliklərdir ki, bunlara zoonoz xəstəliklər deyilir. Heyvan mənşəli xəstəliklərin bu təkcə ölkə səviyyəsində beynəlxalq səviyyədə olan bir məsələdir və bu məsələ ilə daha çox fəaliyyət istiqamətinə aid olan beynəlxalq təşkilat da Ümumdünya Heyvan Sağlamlığı Təşkilatıdır. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycan da bu təşkilatın üzvüdür və mütəmadi olaraq ölkə ərazisində aparılan peyvəndləmə tədbirləri, heyvan xəstəliklərinə dair məlumatlar mütəmadi olaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına ötürülür və bu beynəlxalq ticarətə çox böyük əhəmiyyətə malikdir. Və agentliyin bu gün üçün həyata keçirdiyi ən vacib layihələrdən biri də heyvan xəstəliklərdən azad zonanın Naxçıvan Muxtar Respublikasına yaradılması. Bu layihə çox önəmli, təkcə Muxtar Respublika deyil, ölkə səviyyəsində də, ölkəyə də böyük iqtisadi üstünlüklər gətirəcək bir məsələdir. Çünki bayaq biz laboratoriyalardan, idxaldan danışdıq, inkişafdan danışdıq. Belə deyək, bu gün laboratoriyalarımız bizim fəaliyyəti zəif olsa, beynəlxalq tədbirə cavab verməsə, biz bir növ müdafiə mexanizmimizi qura bilməmişik deməkdir. Yəni, müdafiə mexanizmi demək o demək deyil ki, burada təkcə hərbi müdafiədən söhbət gedir. Qida sahəsi də əhalinin həyat və sağlamlığına təsir göstərə biləcək ən vacib sahələrdən biridir. Yəni, biz təsəvvür edin ki, bugün sürətli inkişaf, yeni metodlar, yeni texnologiyalar laboratoriyalarda tətbiq olunur və biz bunlardan kənarda qalsaq, artıq biz müdafiə mexanizmimizi qura bilməmişik deməkdir. Nəyə görə? Çünki bilirsiniz ki, iqtisadi vəziyyət bugün onu deməyə əsas verir ki, resurslar dünyada qeyri-bərabər balansa malikdir. Yəni, bu da onu deməyə imkan verir ki, ölkələrin əksəriyyəti idxaldan asılı vəziyyətə düşür. İdxaldan asılı vəziyyətdə düşdükdə isə artıq düşmə mövqeyində olan ölkələrin bir növ əlinə silah keçmiş kimi olur və onlar istədikləri o çirkin niyyətlərini qida vasitəsilə əhalinin həyat və sağlamlığa mənfi təsir göstərmə qabiliyyətinə malik olurlar. Bu baxımdan mən qeyd edirdim ki, laboratoriyalar ən müasir tələblərə cavab verməlidir və bu kimin tədbirlər bir növ ölkənin müdafiə mexanizmini həyata keçirir. Və müdafiə mexanizmi ilə kifayət etmək olmaz. Eyni zamanda bugünkü o zəncirvari dünyada formalaşan iqtisadi sistem onu tələb eləyir ki, artıq biz beynəlxalq ticarətdə hər bir ölkə, təkcə biz deyil, hər bir ölkə beynəlxalq ticarətdə öz rolunu və payını orada maksimum səviyyədə tutmağa çalışır. Və bunu əlaqələndirəcəm heyvan xəstəliklərinin azad zona ilə bağlı. Heyvan xəstəliklərinin azad zonanın yaradılması məhz ölkəyə həmin o beynəlxalq ticarətdə üstünlüklər, iqtisadi üstünlüklər qazandırır. Nəzər alsaq ki, deyirəm, Zəngəzur dəhlizinin açılışından sonra artıq Naxçıvan Muxtar Respublikası bir logistik mərkəzə çevrilir. Yük daşımalar burada daha çox olacaqdır və buna görə də heyvan xəstəliklərinin azad zonaları Naxçıvan Muxtar Respublikasının yaradılması, ümumiyyətlə bu statusun, Naxçıvan Muxtar Respublikasının heyvan xəstəliklərinin azad zona statusunun Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiq olunması artıq təkcə Muxtar Respublikaya deyil, ölkəyə böyük iqtisadi üstünlüklər təmin edəcəkdir. Və bu istiqamətdə artıq gələcəyə hədəflənmiş bir layihə olaraq işlərə başlanılmışdır. Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə
heyvan xəstəliklərindən azad zonanın, Naxçıvan Respublikasında heyvan xəstəliklərindən azad zonanın yaradılması ilə bağlı tədbirlər planı təsdiq olunmuşdur və tədbirlər planının icrasına artıq başlanılmışdır. Və bu tədbir çərçivəsində eyni zamanda biz digər sadaladığım üstünlüklərlə yanaşı artıq qida təhlükəsizliyi sisteminin daha təkmil formada qurulmasına da nail olacağıq. Çünki tədbir çərçivəsində əsas məsələlərdən biri heyvanların identifikasiyasının aparılmasıdır. Heyvanların iri buynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyası aparıldıqda artıq biz istehlak etdiyimiz məhsul haqqında tam şəkildə informasiya əldə edilə biləcəyik. Yəni heyvanlara vurulan 1K identifikasiya o heyvanın doğulan andan həyatının sonuna qədər o keçdiyi mərhələlər, peyvəndləmə tədbirləri, keçirdiyi xəstəlik və s. haqqında məlumatlar orada öz əksini tapacaq və bu yaradılmış elektron sistemə bu məlumatlar işlənəcəkdir. Və bundan əlavə qeyd etdiyim kimi o heyvan xəstəliklərinin azad zonanın yaradılması zamanı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və həmin ölkənin müəyyən öhdəlikləri yaranır. Bu öhdəliklərdən biri də bəzən onu da qeyd edim ki, bizim ölkə artıq bir neçə heyvan xəstəliklərindən azad zona kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiq edilmişdir. Bu da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir. Ölkə bütövlükdə heyvan xəstəliklərinin azad zona yaradılması mümkün olmadıqda, həmin ölkənin müəyyən ərazisində artıq heyvan xəstəliklərinin azad zonanın yaradılması işləri aparıla bilər və bunun üçün də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğu tələblər bir növ Naxçıvanın coğrafi mövqeyi buna əlverişli zəmin yaradır. Eyni zamanda coğrafi mövqe buna imkan verir və bütün bunlar nəzərə alınaraq bu layihə hazırlanmışdır. Bizim bu layihə çərçivəsində eyni zamanda Naxçıvan Muxtar Respublikasında qida təhlükəsizliyi nəzarət məntəqələrinin yaradılması da bu tədbirlər planının tərkib hissəsidir. Hansı ki biz sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə bu olacaq Ordubad, olacaq Culfa və Sədrək rayonlarında sərhəd keçid məntəqələrinə yaxın ərazilərdə qida təhlükəsizliyi nəzarət məntəqələri yaradılacaqdır və bu nəzarət məntəqələri artıq qeyd etdiyim kimi həm öhdəliklərdir, həm tələblərdir. Eyni zamanda qida təhlükəsizliyi sisteminin Muxtar Respublikada qurulmasına öz töhfəsini verəcəkdir. Aydındır. Çox sağ olun. Minnətdaram mən Vasim müəllim. Ətraflı məlumat verdiniz və eyni zamanda biz qida təhlükəsizliyi sahəsində görülmüş işlərə bir qiyabı nəzər sala bildik. Minnətdaram. Çox sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Nəticə etibarilə bu önəmli məsələdə hörmətli tamaşaçılar, istehsalçı, idxalçı, eyni zamanda ticarət iaşə obyektləri, vətəndaşlar hər birimiz bu məsuliyyətin bir hissəsiyik. Gəlin elə hər hansı bir çatışmazlıq barədə biz Qida Təhlükəsizliyi Agentliyinə məlumat verək və geridə qalan məsələ isə Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə funksional fəaliyyətidir. Və düşünürəm ki, bu istiqamətdə hər hansı yanlışı bağışlamaq olmaz. Çünki nəticə insan həyatı ilə yekunlaşır. Sağ olun, növbəti efir vaxtında görüşənədək.